Model adı altında Türkiyədə bəzi sosial proqramlara çıxan Azərbaycan qadınları, qızları. Azərbaycanda model var ümumiyyətlə. Azərbaycanda bir xanım var, Səmra. Ondan başqa heç kim yoxdur. Günel Ticarət Mərkəzi bəli bir ənənə yaratmışdı ki, güya orada modellər yetişdirirlər, belə məktəbdir falandır. Onlar da 10-15 manatlıq, 20 manatlıq paltarları geyinib arxalarını kameraya göstərərək deyirdilər ki, biz modeli küçədə də özlərini belə təqdim edirdilər, cəmiyyətdə, ictimaiyyətdə belə təqdim edirdilər ki, bunlar Günel Ticarət Mərkəzinin modelləridir. Əzizlərim, Azərbaycanda model yoxdur. Türkiyədə bəzi əxlaqsız qadınlarımız var. Gedirlər, özlərini model kimi təqdim edirlər. Çəkləri 120 kiloqram, nə belləri bilinir, nə arxaları bilinir, nə vəziyyətdə güya bunlar modeldir. Ona görə türklər də yeri gələndə bizim qadınları sevmir ki, sizin modellər belədirsə, gör digərləri necədir. Ay, bəzi əxlaqsızlıqla məşğul olanlar gedirsiniz Türkiyədə, deyirsiniz ki, biz modelik və efirlərə çıxırsınız. Bizdə olan mədəniyyət, bizdə olan elita, bizdə olan hər şey kifayət qədərdir. Amma özünüz nə zibilsiz edin, gedib orada bizi təmsil etməyin.